Səhər Aslan telefonu açdı, zəng elədi. Bəs mən sənə görə küçələrdə qalmışam falan filan. Deyir, niyə mənə görə küçədə qalsın? Mən özüm evyəsi çıxardır. Deyir ki, mən evi sənə vermişəm. Məsuliyyətsizlik eləyirsən. Evə kimi gəldi, gətirib soxursan. Nə bilim nə. Kamillə Aslan. Deyir, ay qardaş, bu günə qədər qalmışsan evimdə. Allah canı sağ eləsin. Bu gündən sonra istəmirəm də alınmır. Anam da razı deyil. Yaşlı qadındır. Düz gəlmir. Necə mən sənə görə deyir, işimdən oldum. Deyir, mən hansı işinlə olmuşsan? Nə işinlə olmuşsan? Pul yemişəm, neynəmişəm? Hə, mən daha sənin yanında qala bilmirəm. Deyir, mənim qalmağa yerim yoxdur. Mən özüm gəlib Layla xanımgildə qalıram. Beşimi yığıb gedirəm. Mənim özümün qalmağa yerim. Yox deyir. Sən deyir, məni küçədə qoydun. Mən sən görərsən neynəyəcəm. Atıvəyə çıxacam, səndən danışacam. Sən, nə bilim, nə arayacam. Dənizə gedəndə belə oldu. Sənin haqqında gördüyüm, bildiyim hər şeyi danışacam. Nə bilim, dedim Aslan, sabah xeyir. Sabah xeyir. Ala, bu da sənə. Dost. Al, bu da sənə dost. Dedim, bir yana yaxşı oldu elə. Maskası cırıldı. Yox, dostu. Kamil evlərində qalan. Mənə lazım deyil, valla. Dünən onu dərk elədim. Daha doğrusu bugün səhər dərk elədim. Özünüzdə gördünüz ki, yayın açanda da qanım qaraydı. Ümumiyyətlə, onlar barədə heç nə danışmırdım da. Sonra Aslan gəldi, PK-ya qoşuldu, söhbət açıldı. Aslan deməyinə qədər də heç nə sizə deməmişdim. Düzdür, soruşurdunuz məndən, demirdim. Deyirdiniz, ucundan, qulağından deyil, demirdim. Mən ağzım oruçdu. Bugün Kamil məni söydü. Mən də getdim, verdim, bölməyə şikayət elədim. Yazdım, ərzə qoydum. Gün uzundur, son adamın yoldaşı baxdı. Burada hərbici çoxdur deyə. Çox adam ağzı. Dedi, heç olmasa qoy onun kartına 5 manat pul atım. Orada bir dənə otel var 5 manatlıq. Geçsin o oteldə qalsın. Aslan onun kartına 5 manat pul atdı. Mənim beynim krişkası atdı. Dedim, Aslan, bundan sonra mənə demək ki, belə elə. Dedim, sənə gün orta borca verdiyim pulu da qaytar mənim kartıma. Всё. Kamil. Gözünlərimizə şeydir ya. 5 manat. 5 manat. Hə, keşkə qayd eləyərdiniz. Şimdi xəstədir mənim. Nə bilim, ay xanım, ay bəy, valla tanımıram onları mən. Onları da Aslangilin üzünə tanımışam. Aslanı da Ceyla xanımın üzünə tanımışam. Tanımıram, bilmirəm. Akşam orada Nurlan göstərirlər. Deyirəm, Nurlan kimdir? Deyirlər, bəs belə. Tanımıram ki. 15 gündür ATV-ni izləyirəm. Valla tanımamışam bunları. Hə, nəysə, telefon söndürdük. Səhər Aslan oyandı. Biz də gecə səhərə kimi ana ilə yatmadıq. Ana verilişə baxdı, biraz dərdləşdik, söhbətləşdik.